Qardaşın gəlib, 4 dənə bomba diril gətirib gəlmişəm. Bilirəm, deyəcəksiniz ki, bəs nə oldu, batareyalıdan danışırdın ki, batareyalı alətə keçmək lazımdır, filan 5 məkan. Nəzərə alsaq ki, izləyicilərimizin və alıcılarımızın istəyinə əsasən biz elektrik naqili ilə çalışan alətlərin satışını hələ də həyata keçirdirik. Eyni qaydada onların içərisində direllərimiz də mövcud. Məsəl üçün, 1100 wattlıq direl. Bateriyasız alət bilirsən nə deməkdir? Dayanmadan işləyir. Şarj elə, filan 5 məkan. Burada artıq o söhbətlər yoxdur. Əlavə xərc çəkmirsən. Get batareya al, filan elə. Qiyməti daha ucuz. 900 wattlıq. Əsas məsələ də bu mühərriklər artıq illərdir ki, fəaliyyətdədir. Bu da bizim 710 wattlıq direlimiz. Yəni demək istədiyim odur ki, nə qədər də texnologiya inkişaf eləsə, bu vaxta qədər gəlib keçən bax nə varsa, hansı ki bax bu mühərrikdən söhbət gedir, elektrik naqilindən çalışır, dayanmadan işləyir. Amma mənim seçimimi soruşsaq, mən yenə də batareyalı alət deyirəm.